Bütöv Azərbaycan ocaqlarının xəritəsinə baxsanız görərsiniz ki, orada Musulun və Kərkükün də daxil olduğu, Xorasana qədər uzanan böyük bir coğrafiya, böyük bir ərazi var. Çünki hədəfləri böyük qoymaq lazımdır ki, böyük şeylərə nail ola bilək. Yəni bizlər indi bu dəqiqə Azərbaycanın rəsmi dövlət televiziyalarında Pişəver dövrünün xəritələri bizə göstərilir, yaxud yəni daha kiçik xəritələr göstərilir. Uzaqbaşı Zəncandan o tərəfə getmir bu xəritələr. Yəni bilirsiniz, xəritələri çizən şəhidlərin tökülən qanlarıdır. Yəni biz xəritəni nə qədər özümüz çəksək də, nə qədər önümüzə bir hədəf də qoysaq, o aparılan mübarizənin nəticəsidir. Bu dəqiqə Türkiyədə açıq şəkildə misak-ı milli üçün mübarizəsini aparır. Biz bunu görürük zaten. Amma bunun bir tarixçəsi var, bir mənbəsi var, bir istinad yeri var. Amma biz məsələn tutaq ki, xəritə cızırıq, amma xəritənin bir reallığı olmalı deyilmi sizcə? Bəli, xəritənin reallığı Bütöv Azərbaycan ideyasıdır. Yəni xəritənin reallığı Azərbaycan tarixidir. Çünki biz Azərbaycan tarixinə baxsaq görərik ki, bizim bütün dövlətlərimiz şimaldan, yəni Dərbənddən tutmuş, Bəndər Abbasa qədər, Kəngər körfəzinə qədər davam edən böyük coğrafiyanı əhatə edən dövlətlərdir. Və dediyim kimi, Azərbaycan Xalq Cumhuriyyəti də zaten Paris Sülh Konferansında Cənubi-Qərbi Qafqaz hökumətinin də torpaqlarını tələb etmişdi zaten. Yəni burada da qoyulan biz böyük bir hədəf görürük. Yəni böyük hədəflərə nail ola bilmək üçün də təbii ki, böyük mübarizələr aparmaq gerekir.